Selamünaleyküm, hər vaxtınız xeyir. Bu iş Bərdə rayonunun Ləmməran kəndində körpülərimizin, kənd daxili yolların, kəndin içindəki yolları düzəltdiririk, bir hamısını başlamışıq. Birinci bu körpüdən başlamışıq. Bax, bu körpünü həmi 4 metr enlətmişik. Burada çoban qardaşlar bunu özü təşkil edib, aynı oyun vermişik, çoban düzəldib. Bax, bunu da bu körpülərində İki qoşa körpüdür burada. Çox çətinlik yaradırdı. Kət yerində lapet, traktor, kombayn keçə bilmirdi buradan. Ona görə bu körpüləri enlətdik, böyrünə də raşotka çəkdik ki, tam təhlükəsiz olsun. Kəndimizin abadlaşmağı, bütün yollarımızı da bu teritoriyada, bu yollarda da, burada da hamısına 6 kilometrə yaxın yolumuzu da düzəltmişik bu küçədə. Yəni Ləmməran kəndi o qədər böyük kətdir ki, bir küçəsini belləmişik, 6 kilometr eləyib. Yəni bu kətdə 1180 adam ev yaşayır bu saatda. 1180 ev var burada.